Bismillahirrahmanirrahim və bihi nəstə'in innehu xeyru nasirin və mu'in. Günlərin içində Cümə günü çox böyük əhəmiyyətə malikdir. Allah Taala bəzi şeyləri müxtəlif əşyaların içində öz seçdikləri var. Məsələn, evlərin içində Allah Taala Kəbə evini seçib, ayların içində Allah Taala Ramazan ayını seçib, peyğəmbərlərin içində ən şərəfli peyğəmbər olaraq İslam peyğəmbərini seçir. Günlərin içində də Allah Taala'nın həftə içərisində seçdiyi gün Cümə günüdür. Hədislərdə var ki, Cümə günü günlərin seyyididir, sərvəridir. Cümə günü müsəlmanların bayramıdır. Müxtəlif hədislərdə bir neçə bayramın içində Cümə günü də xüsusi olaraq bayram olaraq qeyd olunur. Cümə günü İmam Zaman salamun aleyhin zuhur günü olaraq rəvayətlərdə təbir olunur. Məsumlar buyururlar ki, bizim qaimimiz Həzrəti Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərif Cümə günü zuhur eləyəcəkdir. Əziz İslam Peyğəmbəri buyurur ki, Cümə günü xeyir işlər neçə bərabər olar və xeyir işlərin bərəkəti neçə bərabər Cümə günü çoxalar və həmçinin pis işlər də bu gün məhv olar, aradan gedər və möminlərin dərəcələri çoxalar, onların duaları qəbul olar, bəlalar uzaqlaşar insanların, möminlərin hacətləri bu gün hacətləri qəbul olar. Cümə gününün önəmli əməllərindən biri də Cümə namazıdır. Bugünkü çıxışda, bugünkü videoda Cümə namazının əhəmiyyəti barədə danışmaq istəyirəm. İlk öncə Quran-ı Kərim Cümə gününə əhəmiyyət verir, Cümə namazına əhəmiyyət verir və bütün möminləri bu ibadi, siyasi namazda iştirak eləməyə dəvət edir. Cümə surəsinin 9-cu ayəsində belə oxuyur. Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənu. İzə nudiyə lis-salati min yevmil cüm'ati fəs'əv ilə zikrillahi və zərul bəyyə. Zəlikum xayrun ləkum in kuntum ta'lamun. Allah Taala bütün iman gətirənlərə müraciət edir. Ey iman gətirənlər, ey möminlər, Cümə günü namaza çağırıldığınız zaman Cümə namazına tələsin. Allahı yad eləməyə Cümə namazında tələsin və alış-verişi kənara qoyun. Və bilin ki, bu sizin üçün daha xeyirlidir. Əgər bilsəz, dərk eləsəz, bu çağırış sizin üçün daha xeyirlidir, daha əhəmiyyətlidir. Bu ayənin nazil olma səbəbində qeyd olunub ki, illərin biri Əziz İslam Peyğəmbəri Cümə namazında xütbə eləyən zaman və həmin ildə qıtlıq ili idi, qıtlıq hökm sürürdü həmən ildə. Bu Cümə namazında insanlar ticarət karvanının səsini eşitdikdə gedirlər həmin bu karvana tərəf və bu ayə həmin zaman nazil olur. Qeyd eləyiblər ki, 12 nəfər kişi və 1 nəfər qadın sadəcə qalır Əziz İslam Peyğəmbərin xütbəsində və digərləri gedirlər bu alverin dalınca. Bu ayə nazil olur ki, alverdən daha xeyirlidir Cümə namazında iştirak eləmək. Əziz İslam Peyğəmbəri həmin xütbədə buyurur ki, əgər 12 nəfər yerdə qalan, 12 nəfər kişi, bir qadın, onlar da getsəydilər, göydən atəş əzabı yağardı insanların üzərinə. Əziz İslam Peyğəmbəri hicrətdən sonra, İslam hakimiyyəti bərpa eləyəndən sonra ilk addımı Cümə namazını bərpa eləməkdir. Bu ibadi və siyasi məsələnin nə qədər əhəmiyyətli olduğunu göstərir. Əziz İslam Peyğəmbəri buyurur ki, kim Allaha və qiyamət gününə iman üzündən namaz
cümə namazında iştirak eləsə, sanki əməllərini yenidən başlayıbdır. Başqa bir hədisdə cümə namazını səbəbsiz olaraq tərk edənlər məzəmmət olunur və xüsusilə 3 ardıcıl olaraq üzürsüz yerə cümə namazını tərk edənlər hətta bəzi hədislərə görə münafiq adlandırılır. Və əziz İslam Peyğəmbəri yenə başqa bir hədisdə buyurur ki, insanların Allah Taalaya yaxınlığı cümə namazında iştirakları əsasındadır. Yəni nə qədər cümə namazında iştirak eləyiblər, bir o qədər qiyamət günü Allaha yaxın olacaqlar. Bütün bunların bu əhəmiyyət ki, hədislərimizdə bu cümə namazına verilir, bu ibadi və siyasi məsələnin xüsusi ictimai və fərdi faydaları var. Və ən əsas ictimai faydalarından biri müsəlmanların həmrəhliyi, bir yerdə olmaları, İslam dünyasının dərdlərindən, öz aralarında olan problemlərindən xəbərdar olmaları və onu həll etməyə çalışmalarıdır. Və fərdi faydaları da bəzilərinə işarə elədi, insanların günahlarının bağışlanması, əməllərin yenidən başlanılması, qiyamət günü Allah Taalanın həmin şəxslərə xüsusi nəzər etməsidir. Əli əleyhissalam bəzi səhabələrinə hətta cümə namazında iştirak etməməyə görə müsafirət etməkdən də çəkindirib. Yəni bir adam səfərə çıxsa və cümə namazında iştirak eləyə bilməsə, İmam Əli əleyhissalamın tövsiyəsi buydu ki, çalış, səfərini təxirə sal ki, bu cümə namazında iştirak eləyə biləsən. Bütün bu deyilənlər bunu göstərir ki, bu ibadət İslam dinində çox əhəmiyyətlidir və Allah Taala Quran-ı Kərimdə və məsumlarımız rəvayətlər vasitəsilə bütün möminləri bu əhəmiyyətli ibadətə dəvət ediliblər. Biz də öz növbəmizdə əziz qardaşları Novosibirsk şəhərində təşkil olunan, hər cümə bərpa olunan cümə namazına dəvət edirik. Sağ olun, salamat qalın.